Benim bala. Olmaz. Kardeşim, bizde ancak prezident olmaz diyebiliriz. Siz yok. Ne lazımdır size? Bizim hukukumuz ve hakkımız. Ne lazım? Bakı informasiya getirir. Alo, olur, ne öyle şey? Şöyle görmüşüm. Ne lazımdır? Gözüm diyeyim bir tek vereyim. Oğlum ben vesile. Basat Kapının üstünü ölmeli var orada okudunuz. çekeli. Rabbim. Yan orada yazım fərş. Özünüz zəhmətimiz təqdim edin. Bir daha deyirəm, kapının üstünü yazım. Şöyle ərizəsini araşdırmaq ixtiyarımız var yoxsa yoxdur? Vətəndaşın şikayət ərizəsini sizin araşdırmağa ixtiyarınız olmadığını mən deyə bilmərəm. Vətəndaşın bir problemi olanda ondan ötürü müvafiq hüquq mühafizə orqanı var, Səhiyyə Nazirliyi var. Səhiyyə Nazirliyi var. Bəli. var. Biz gəlmişik araşdırıb və ondan sonra Səhiyyə Nazirliyinin özü ilə birbaşa əlaqə saxlayacaq və araşdıracaq. Saxlayın. Təbii biz indi gəlmişik sizin rəyinizi öyrənməyə. Nə ilə bağlı? Nə ilə bağlı? Burada bütün olan, yəni sizin özünüzə, mən şəxsən özümü təqdim edilməyə qoymadınız. Elə mən təqdim ediniz ki, qapıda mən sizin qapınıza bir dilənçi gəlmişəm. Deyirsiniz ki, mənə təqdim edirsiniz ki, reket, sən burada pul alma. Mən sizdən mən pul almağa gəlmişəm bura. Sizin məqsədiniz nədir? Nə istəyirsiniz? Mənim məqsədim o ki, prosta obyektiv araşdırmaq. Nəyə araşdırırsınız? Nəyə araşdırmaq? Siz niyə, siz cəmaata deyirsiniz ki, sizin ixtiyarınız yoxdur. Siz kimsiniz? Gəlin, mən burada baxmalısınız. Siz kim ixtiyar verirsiniz? Kimsə vətəndaşı təhqir edirsiniz. Birincisi o təhqir deyil. Sizə mən sual verirəm. Vergi müfəttişi yox verirlər də sizə. Bəli. Kim deyir onu sizə? Mən deyirəm. Və sonunda kütləvi bu informasiya agentliyi nə üçündür? Kütləvi informasiya vasitələri məgər yoxlamalar aparmalıdır. Bəli, bəs nə aparmalı? Niyə yoxlamalar aparmalı? Necə yoxlama? Zaten ölkənin qanunu var, ölkənin prezidenti var. Siz deyirsiniz ki, olmaz. Necə olmaz? Vətəndaş bizə şikayət edib bildirir ki, sizdə burada filan qədər vətəndaşdan filan qədər pul alına filan. Siz o vətəndaşın adını göstərin, adını göstərin. Yazdır. Biz sizin nə ofisinizə gedəsi deyirik. Gəlmir, öz şəxsi işiniz. Bəli. Təbiidir. Bəli. Tutarlıq verilişdə tutarlıq. Sizin nə ixtiyarınız var, gəlib burada veriliş aparırsınız ümumiyyətcə. Çəkiliş aparırsınız. Niyə? Nəyə görə? İxtiyarınız var, konkret bir hadisə baş verməlidir. Konkret bir hadisə olmalıdır. Konkret bir səbəb olmalıdır. Yoxsa istədiyim şey gəlib, çəkim, gedim, belə şey olmur. Bura müalicə müəssisəsi xüsusi olaraq. Müalicə müəssisəsi, şəxsi mənimdir, bəli. Ona görə də siz istənilən adam gəlib çəkiliş aparmağa ixtiyarı yoxdur. Sadəcə olaraq mən hörmət əlaməti olaraq öz ziyarlığımı qoruyaraq mən buna icazə verirəm. Əks təqdirdə sizi qapıdan içəri buraxmazlar. Siz qanunla xəbərsiniz. Nə olacaq? İxtiyarınız yoxdur belə şeylər eləməsin. İxtiyarınız sizi içəri buraxmır, ixtiyarımızla buraxmır. Yenə deyirəm, bura şəxsi mülkdür. Bura şəxsi xəstəxanadır. Bir səbəbsiz filanla nə eləmək? Səbəbi göstərən hesaba baxarsınız. Baxarız. Nə ürəyinə gedir.